Şahin Hərbi İdman oyunlarının şagirdlərin milli ləyaqət, milli qürur ruhunda tərbiyə olunmasında, xüsusilə vətənpərvər ruhda böyüməsində böyük əhəmiyyəti var. Şahin Hərbi İdman oyunu təkcə sıra hazırlığından ibarət deyil, 9 mərhələdən ibarətdir. Sıra hazırlığı, mülki müdafiə hazırlığı, çadırın qurulması, intellektual yarış, silahın sökülüb yığılması, darağın doldurub boşalması, atıcılıq. Yəni burada komandanın tərkibi bilirsiniz ki, bu il əsasnaməyə görə məktəbin 10-cu və 11-ci sinif şagirdlərindən ibarətdir. Komandanın tərkibində 14 şagird var, 10 şagird kişi cinsli, 4 şagird qadın cinsli olmaqla Şahin Hərbi İdman oyunu bütün mərhələlərdə məktəbdə nizam-intizamdan başlamış, istər tarix, istər coğrafiya, istər zəfər tariximizin təbliğində böyük rolu vardır. Mən bu il iştirak edən bütün komandalara, hərbi rəhbər həmkarlarıma uğurlar arzulayıram. Necə deyərlər, güclü olan qalib gəlsin. 162 ballı Sağlık Sırayı komandası. Birinci Daire komandası. Sen çatı çekersin de ben mi? 6 yetmiyor, 67 tempiyon. 6 yetmiyor, 67 tempiyon. Dur! Fotoğraf çekersin de. Nereden çekeceğim? Vereceğim ya. Kız saçı da kafama var. Biraz stres oldu ama... Tebrikler olsun. Netice yaxşı oldu. Əsas oldu, düzdür. Diploma düz tutun qabağa doğru. Açıq o ki, yerdə sıfırda mən gözləmirdi. Amma atacağım ki, şaxtı bir dənədən, 5 dənədən bir dənəsini gördüm. Neyse, günümüzə şükür. Buna da şükür. Keçən komanda denərim əlim. 9 nəfər keçən dəfə iştirak edir. Kapitanımız yerində. Sağ ol. Aha, medal. Tez ol. Hadi. Hadi gel abi. Hediyeler verdiğim ben. Yere bak. Diplomlar düz dursun. Çok da işin düşmüyor. Diplomda da. Tamam olsun. Tamsın lan olsun esas. Başka yarış da var. Siz buradan diye. Hamifan abi. İnşallah. Pakistan, Anjir. Bir, iki,